Bağışlayan ve mehriban Allah'ın adıyla. Allah buyurur: Ey dünya, mənə xidmət edənə sən də xidmət et. Sənə xidmət edənə isə əziyyət ver. Ey dünya, kim məni sevərsə ona asanlıq göstər. Kim səni sevərsə onu çətinliyə sal. Bu hədisin qısa izahı: mənə xidmət edən, Allahın itaatində olan ahireti əsas götürən mənbə, sənə xidmət edən, dünyana məqsəd edən, haqqı vasitə edən mənbə. Dünya məqsəd deyil, vasitədir. Vilayət və iman olan yerdə dünya itaatçı olur. Dünya sevginin mərkəz olduğu yerdə isə imtihan və əziyyət artır. İmam Əli Əleyhisselam buyurur: dünya ahirət üçün vasitə olarsa nemətdir, məqsəd olarsa bəladır.